Salam, 5-ci sinif Azərbaycan tarixindən 37-ci dərsimizə keçirək. Dərs 37. Əkinçidən başlanan yol. Azərbaycan xalqının maariflənməsində Həsən bəy Zərdabinin böyük rolu olmuşdur. O, xaricdə təbiət elmləri üzrə ali təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Yüksək bilik və bacarığına görə onu universitetdə saxlamaq istəmişlər. Lakin Həsən bəy Azərbaycana qayıtmışdır. O, Bakıda müəllim kimi fəaliyyətə başlamışdır. Xalqın savadlanması, ana dilində təhsil alması, Azərbaycanlı uşaqların məktəbə cəlb edilməsi uğrunda mübarizə aparmışdır. 19-cu yüzilliyin ikinci yarısında Azərbaycanda insanların savadlanması üçün şərait yox idi. Onlar hüquqlarını bilmirdilər. Ölkədə ali təhsil ocaqları, savadlı müəllimlər, kütləvi kitabxana, qəzet və jurnallar yox idi. Bu dövrdə də Azərbaycanda əhali xəbərin nə olduğunu bilmirdi. Əgər kiminsə yolu təsadüfən şəhərə düşürdüsə, qaydanda ətrafda nələrin baş verdiyini hamıya danışırdı. Ancaq bu məlumatlar çox qısa olurdu. Xalqın savadlanması, inkişaf etməsi üçün Həsən bəy Zərdabi mümkün olan bütün vasitələrdən istifadə edirdi. Belə vasitələrdən biri də qəzet çapı idi. Qəzet, xəbərləri və maraqlı məlumatları insanlara təqdim edən vasitədir. O dövrdə Çar Rusiyasında azad söz deməyə, qəzet və jurnal çapına demək olar ki, icazə verilmirdi. Qəzetin çap olunmasında Həsən bəyin böyük əməyi olmuşdur. Geriliyi aradan qaldırmaq, ana dilində qəzet hazırlamaq Zərdabinin qarşısında əsas vəzifə idi. O, qəzeti ana dilini öyrədən bir məktəb kimi baxır və deyirdi: Qəzet və ya jurnal oxumaq insanları dünyadan xəbərdar edir, öz dilini öyrədir. Dostlarının məsləhəti ilə Həsən bəy nəşr etdirəcək qəzeti Əkinçi adlandırdı. Bilirsinizmi, Əkinçi iş milli qəzetdir. O, Azərbaycan dilində ayda 2 dəfə 300-400 ədəd çap edilirdi. Qəzetin iş nömrəsi 1875-ci il iyulun 22-sində çapdan çıxmışdır. Bu tarix hazırda Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Qəzetin hər nömrəsində əkinçiliyin inkişafına kömək edən məlumatlar dərc edilirdi. Bu materialların əksəriyyətini Zərdabinin özü qələmə almışdı. Torpağın məhsuldarlığının artırılması, gübrə növləri, heyvandarlığın inkişafı, yeni əkinçi iş alətləri əsas mövzuları idi. Bütün bu məlumatlar isə xalqa çox sadə bir dillə çatdırılırdı. Beləliklə, Çar rejiminin diqqətini qəzetin əsas ideyasından yayındırmaq mümkün oldu. Azərbaycanın tanınmış nümayəndələri əkinçi ilə sıx əməkdaşlıq edirdilər. Qəzetdə Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və başqalarının əsərləri çap edilirdi. Bu əsərlərdə həmin dövrdə baş verən nöqsanlar tənqid edilirdi. Əkinçinin nümayəndələri xalqın geriliyinin əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onlar insanların adi hüquqlardan məhrum olduğunu, azad söz və fikir sərbəstliyinin olmadığını göstərirdilər. Tezliklə qəzet bağlanır. Bu hadisə Həsən bəy Zərdabiyə təsir edir. Ancaq o əmin idi ki, əkinçinin səpdiyi ideya toxumları gec-tez düzərib öz bəhrəsini verəcək. Belə də oldu. Qəzet özündən sonra bir sıra milli mətbuat nümunələrinin nəşrinə yol açdı. Tezliklə əkinçinin ideyalarını daha güclü şəkildə təbliğ edən çoxsaylı qəzetlər və Molla Nəsrəddin jurnalı meydana çıxdı. Maarifçiliyi təbliğ edən Əkinçi qəzeti milli ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Bəli, indi isə keçirik suallar və tapşırığa. Nə üçün Həsən bəy Zərdabi Azərbaycana qayıtmağı daha üstün tutmuşdu? Çünki o, xalqının savadlanmasına və maariflənməsinə kömək etmək istərdi. O, Azərbaycan dilində təhsilin inkişafı, uşaqların məktəbə cəlb olunması və xalqın tərəqqisi üçün vətənində çalışmağı daha vacib hesab etmişdi. Həsən bəy Zərdabi nə üçün elmə və təhsilə önəm verirdi? Onun Azərbaycanlı gəncləri təhsilə cəlb etməkdə məqsədi nə idi? Həsən bəy Zərdabi elmə və təhsilə ona görə önəm verirdi ki, xalqın inkişafının əsas yolunu savadlanmaqda görürdü.
O hesab edirdi ki, cəhalətdən qurtulmaq və inkişaf etmək üçün insanlar təhsil almalıdır, savadlanmalıdır və öz hüquqlarını bilməlidirlər. Azərbaycanlı gəncləri təhsilə cəlb etməkdə məqsədi gənclərin savadlı, düşüncəli və xalqına faydalı şəxsiyyətlər kimi yetişməsini istəyirdi. Mətnə əsasən cədvəli tamamlayın. Əkinçi qəzetinin əhəmiyyəti, bağlanma səbəbi. Əhəmiyyəti o idi ki, ana dilində nəşr olunan ilk milli qəzetdir. Xalqın maariflənməsində, elmi və kənd təsərrüfatı biliklərinin yayılmasında böyük rol oynamışdır. Milli mətbuatın təməlini qoymuş və özündən sonra Molla Nəsrəddin kimi mətbuat nümunələrinin yaranmasına yol açmışdı. Xalqın maariflənməsinə, savadlanmasına kömək etdi, elmi və təhsili təbliğ etdi, milli ziyalı nəslinin yetişməsində böyük rol oynadı. Bağlanma səbəbi, Əkinçi qəzetində xalqın azadlığı və hüquqları ilə bağlı fikirlərin yayılması çar hakimiyyətini ciddi narahat edirdi. Ziyalıların qəzet vasitəsilə cəmiyyətdəki geriliyi və nöqsanları açıq şəkildə tənqid etməsi rejimin maraqlarına zidd idi. Məhz bu kəskin tənqidlərə və xalqı oyatmaq cəhdlərinə görə çar hökuməti qəzeti təzyiqlərə məruz qoyaraq fəaliyyətini dayandırdı. Bəli, bu qədər. 38-ci dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.